Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa çalışırsınız. Mənim əzizlərim, bu günləri mən sizə istəyirəm xırda bir açıqlamalar verim. Baxın, travmatik ona egzogenli nevroz deyirlər. Egzogen nevroz endogen nevrozdan necə fərqlənir? Niyə travmatik sağalır? Egzogen. Amma endogen sağalmır. Nəyə görədir bunlar? Beyin bilirsiniz ki, ən əsas neyромediatorlardan, neyronlardan asılıdır. Neyronlar nədir? 86 milyard neyron var. Neyron rabitədir. Anlatabildim mi? Düşüncə gəlir, maddələr ifraz olunur və neyromediatorlar və neyrona ötürülür. Neyrondan da obra neyronlara ötürülür. Yəni analiz amigdala eləyir onu. Yəni prefrontal korteks deyirlər ona, lobovoy beyin. Onu analiz eləyir, ötürür və neyron aktivləşir. Anlatabildim mi? Belə ötür rabitə yaranır. Amma nevrozlarda bu necə işləyir? Təbii ki, amigdala çox həssas olur, çox aktiv olur. Hansısa bir nevroz oturub məsəl üçün, bir balaca ya, o qədər aktivdir ki, amigdala hissiyat. O qədər aktivdir, həssasdır ki, cüzi baş gicəllənməni, adi insanlarda da bu baş verir, amma onlar hiss eləmirlər. Nevrozlar cüzi baş gicəllənməni, ani bir şeyi və yaxud ani ürək sancını, xırda ürək sancını o dəhşətli hiss eləyir, yəni daha kəskin hiss eləyir və düşüncə gəlir. Düşüncə gəlir, indi prefrontal korteks axı onu analiz eləməlidir. Orada noradrenalinin yüksək olmasından, kortizolun yüksək olmasından, təbii ki, adrenalin atanda bunlar da yüksəlir. Prefrontal korteks zəifləyir. Prefrontal korteks nədir? Məntiq axtarır, analiz edir. Bu zəifləyəndən sonra tutalım düşüncə gəldi ki, görəsən infarkt ola bilərəm. Məsəl üçün, ürək cüzi sancdı, amigdala aktivləşdi, onu dərhal hiss elədi. Sinir sistemini oyatdı ki, burada təhlükə var. Düşüncə gəldi, prefrontal korteks onu analiz eləməyin yerinə amigdala daha sürətli işləyir deyə bu ona çatdıra bilmir. Tamam mı? Çatdıra bilmir, analiz eləyə bilmir və düşüncə o cürünə qalır. Qorxu sistemi, ona badamcıq deyirlər. Mindani sistem o aktivləşir, qorxu daha şiddətlənir, adrenalin daha yüksəlir və neyromediatorlar burada disbalans olunur təbii ki. Neyronlara sviyaz aparır. Nəyə görə OK5-liklər eyni fikri çox eləyir? Çünki prefrontal korteks onu analiz eləyir, ötürür dərhal çerez maddələrlə köçürür neyronlara. Neyronda
gətirir, neyronların arasında fərq olur. Gəldi, o da orada onu yeniləyir, düşüncəni dəyişir. Anlatabildim mi? Və obru neyronu ötürür, belə-belə svez yaradır beyində. O zaman neyronların içində GABA deyilən neyromediator var. GABA. O nədir? Tormuz deməkdir. Yəni saxla, stop. Pis düşüncə olanda normal insanlarda GABA aktivləşir, neyronda stop yaranır, daha ötürmür daha onu. Atabildim mi? Ötürmür. Amma nevrozlarda elə deyil. GABA neyromediatordur. Təbii o disbalansdır. Neyronda o disbalans olandan sonra neyronda tormuz yoxdur. Yəni saxla söhbəti yoxdur. Prefrontal korteks necə düşündü, elə də ötürür neyrona. Neyron da onu dəyişmədən ötürür. Obru neyrona bu qısa yolla gedir, gəlir, gedir, gəlir, gedir, gəlir. Anlatabildim mi? Bir dənə fikir, pastayan sizdə saqqız kimi çeyinirsiniz onu. Tamam mı? Çünki neyronlarda svez yaranmır. Qısa yol. Ancaq qısa. O uzun getməlidir. Tutalım siz düşündüz bir fikri, prefrontal korteks onu analiz elədi, ötürdü neyrona. Neyron onu özü də abrabotka eləyir və ötürür obru neyrona, obru neyrona, belə svez yaranır. Anlatabildim mi? Beyin aktiv işləyir. Çünki baxın, neyronlar necə işləyir. Siz bir dənə isti fincana əl vurdunuz. Dərhal sinir sistemi onu, yəni onurğa beyin hiss elədi, ötürdü amigdalaya, prefrontal korteksə. Korteks düşündü ki, bu istidir, ötürdü neyrona, neyron aktivləşdi və əlinizi çəkdiniz. Tamam mı? Bu cür nə işləyir? Əlinizi çəkdiniz. Deməli, bir neyron əlinizi çəkmək üçündür, bir neyron aktivləşəndə istini düşünmək üçündür, yəni bu istidir, düşünürsünüz. Yəni neyronlar aktivləşdikcə düşüncələr dəyişə bilir. Burada nevrozlarda dəyişilmir bu, təbii. Qısa yol tapır özünə. Ona görə də eyni şeydir. Prefrontal korteks onu analiz eləyə bilmir, ötürür neyrona. Elə bil ki, gəldiyi kimi peridavat elədi, köçürtdü o yana. O da götürdü, tormuzu yoxdur, ötürdü obru neyrona. Anlatabildim mi? O neyronda obru qısa yolla belə başlayır, gedir, gəlir, gedir, gəlir, gedir, gəlir, qısa yolla. Tamam mı? Ona görə saqqız kimi eyni fikri düşünürsünüz. Həllini də tapa bilmirsiniz. Hərçənd də elələriniz var ki, mən özümə həkimlik eləyə bilərəm, bir dəfə çıxmışam bundan. Belələriniz də var. Hələ siz çox şey anlamırsınız və bu nevrozun fəsadlarından da xəbəriniz yoxdur. Ona görə belə rahat danışa bilirsiniz. Tamam mı? Burada uzun prosesdə. Travmatik olanda əsas məsələ olaydır. Yəni, hansısa olaydan travma almışsınız, düşüncələr eyni sistemdir, aktivləşir. Neyromediatorlar orada disbalans yaranır və vərdiş halını alır. Anlatabildim mi? Travmatiki əsas travmadan nədən almışsınız? Onu işləyib, necə ki öyrəşdirmişsiniz negativə beyni, o cürlə də pozitivi öyrəşdirmək olur. Yəni, neyromediatorun disbalansını yaratmaq olur, düzəltmək olur və düşüncələri dəyişmək mümkündür. Amma endogenlərdə bu alınmır. Bunlar artıq, bunlarda o dərəcədə amigdala həssasdır. Yəni, bunlar anadan gəlməklərdir. Hissiyatları çox güclüdür. Hissiyat deyəndə necə başa salım sizi? Elə adam var, fincana əlin vurar, isti fincana, məsələn, bir neçə saniyədən hiss eləyə bilər sonra yanmasını. Amma bunlar əlini uzatmamış hiss eləyirlər, anlatabildim mi? Siqnal çox güclü işləyir. O, normal deyil əslində.
Ona görə də prefrontal korteks analiz, məntiq axtara bilmir, düzəldə bilmir. Yəni çatdırmır, passivdir. O qədər amigdala ondan sürətli işləyir ki, bu ona çatdıra bilmir. Ona da ilişir qalır. Və sizi o düşüncələr başlayır qorxutmağa. Ay infarkt olaram, ay insult olaram, ay filan şey olaram, ay dəli olaram və s. O qorxu da mindalni sistemdə o aktivləşir və zamknıtı kruq, kolço yaranır. Yəni eyni şeyi təkrarlayır. Başa düşdünüz? İndi fərq nədədir? Ona görə də kim deyir ki, mən endogen nevrozu tam sağaldaram, tərtəmiz düzəldərəm. Bu yalan söhbətdir, bu pul tələsidir. Təbii ki, o demək deyil ki, endogen nevrozlar elə belə də yaşamalıdır, xeyr. Təbii ki, psixoterapiya yolları ilə, texnikalarla biz onu geriyə dönüş edirik. Yəni o özünü asaznavat eləyir, analizi öyrənir eləməyi, beyni travmatik kimi vərdiş anını pozitiva eləmək mümkündür. Amma orada nə əsaslar var, tam niyə sağalmır? Çünki amigdala yenə də həssasdır. Anlatabildim mi? Çox hissiyatlıdır. Nervnoy sistem, əsəb sistemi özü aktivdir. Çox hiperaktiv deyirlər onu, hiperaktivdir deyə. Və anadan gəlmə prefrontal korteks zəifdir. Və neyron svязlar da aktivləşmir çoxu. Ona görə də biz onu öyrədirik. Bu normal həyat yaşayır. Bunlar 6 aydan bir müalicə almalıdır. Normal həyat yaşayır. Bir balaca cüzi nəsə olay filan bəs məkan həyatında dəyişiklik təzədən pozula bilir. Pozulur, geriyə dönüş olur. O demək deyil ki, əvvəlki tutmaları tutur. Panika tutmayacaq onu təbii ki, çünki öyrəşir ona. Yəni texnikalarla düşüncələr ona qarşı dəyişilir, amma ağrı, o hisslər, yəni hər zaman onda olacaq. Tamam mı? Onlar hətta havanın dəyişilməyini bir gün belə hiss eləyirlər. İndi onların pristatelində o amigdalası nə dərəcədə aktivdir. Anlatabildim mi? Belədir mənim dostlarım. Bunların fərqi budur və öz-özünüzə çalışmayın ki, mən özüm çalışaram, bir dəfə çıxmışam, nə bilim necə, həmişə belə olur. Nevrozlarda ilkin vaxtları simptomlar zəif olur. Cüzi hansısa düşüncələr olur, cüzi nəsə belə ağrılar filanlar, belə onlar birinci başlanğıcda zəif olur. İkinci valnası, ikinci dəfə, o axı mən sizə videolarımda demişəm, beyin öz-özünü necə deyim, bərpa eləməyə meyillidir. Yəni öz-özünü bərpa eləyə bilir. Cüzi nəsə problem yaranır, indi 1 ay, 2 ay, 5 ay öz-özünü bərpa eləyir və siz elə bilirsiniz ki, siz özünüzə kömək eləmişsiniz, nəsə düzəlmişsiniz. Amma bir müddətdən sonra ikinci valnası gələndə artıq siz aciz qalırsınız ona. Anlatabildim, sizin gücünüz çatmır. Heç çatmaz da. Çünki mən 35 il mənim təcrübəm var bu sahədə. Mən 20 ilin nevrozlarını tanıyıram ki, simptomlarla dəhşətli dərəcədə tanışdır. Demək olar ki, 90% simptomlarla, amma bəzən eyni simptomdan təzədən qorxa bilir. O özündən asılı olan bir şey deyil. Çünki o düşüncələri ilə işləməyib, o neyronları aktivləşdirə bilmir deyə eyni simptomdan dəhşətli dərəcədə bir dəfə ola bilər az miqdarda qorxar, ikinci dəfə çox şiddətli qorxar və
ehtiyac duyar skoruya, həkimə qaça-qaça gedəcək. İstəyir, nə bilim, 2 metrə boyu olsun, 100 kilo vəsi olsun, dizlərini yerə qoyan insanlar görmüşük biz. Anlatabildim mi? Ona görə də yan keçməyin, ay özüm bunu nəsə eləyərəm, bir dəfə alınıb elə bilirsiniz. Sonra, nə bilim, eyb yox, keçər gedər, günü-günə satırsınız. Bunlar hamısı boş-boş vaxt itkisidir və sizin təbii ki, əsəb sisteminizi daha da pozmağa tərəf gedir. Daha da pozulur. Onun vaxtında, hər bir xəstəliyin vaxtında müalicə biraz həm yüngül olur, həm də asan olur da, anlatabildim mi? Tez bir müddətdə. Hər bir patoloji xəstəliklər də belədir. Ki, bir şey də yadınızda saxlayın mənim əzizlərim. Əgər sizdə ağrı varsa, deməli patoloji xəstəliyin olması çox güman ki 90% aşağıdır. Çünki heç bir patoloji xəstəliklər, ağır xəstəliklərdən gedir söhbət. İnfarktdır, insultdur, nə bilim, şəkərə meyillilikdir, hipertoniyadır, rakdır, xərçəng, vərəmdir məsələn, başlanğıcları ağrısız olur. Anlatabildim mi? Təbii simptom olur, amma siz onları hiss eləmirsiniz. Siz ondan yan keçirsiniz. Tamam mı? Məsələn, ağciyər zədələnəndən sonra görəcəyiz xırda qızdırmalar baş verə bilər. 37, nə bilim, 37 neçə, belə ola bilər. Siz onu hiss eləməyə də bilərsiniz. 6 aydan sonra bir də öskürəcəksiniz, görəcəksiniz ki, ağzınızdan qan gəlir. Ucu zədələnir. Tamam mı? Xərçəng də elədir. Xərçəngi də o qabaqcadan bilən adamlar, əksəriyyəti o görürsünüz, 10 ildir məsələn bu müalicədədir, gedir, hələ ki yaşayır. Onlar təsadüfən onu aşkar eləyirlər. Nəyə görəsə gedirlər, hansısa bir ağrıya görə gedirlər və bir başqa yerdə bu şeyi tapırlar. Anlatabildim mi? Və börək də elədir, ağrısız olur. Börək ancaq daş filan, kista-mista olanda ağrıya bilir. Orada damar tutulanda məsələn ağrıya bilir. Amma patoloji özü xəstə olanda onu bilmirsiniz qətiyyətlə. Xərçəng də elədir, nə bilim, qaraciyər ümumiyyətlə səssiz olur. Sonda gözlər saralır, rəng boğulur. Bilirsiniz. Sonda hamısının simptomu var. Sonda. Tamam mı? Ona görə də infarkt olan adam qabaqcadan bilsəydi ki, 5 gün sonra mən infarkt olaram, təbii qaça-qaça gedib özünə bir çarə qılardı. Nəyə görə yatır, durmur, deyib gülə-gülə ölür. Deməli, narahatçılıq, heç bir narahatçılıq hiss eləməyib. Tamam mı? Ürək ağrıyanda düzü simptomlar yenə deyirəm, var. Amma o hiss necə deyim, siz onu hiss edə bilmirsiniz. Yan keçirsiniz ondan. O ki, siz onu qloballaşdırdınız və dəhşətli dərəcədə bu ağrını hiss edirsiniz artıq, bilin ki, bu sinirin zibilidir. Sinir artıq sinir ağrılarıdır. Sinirdə nədir? Əzələlər tarıma çəkilir, dartınma, tonus deyirlər ona, tonus verir. Təbii ki, götürün bir dənə barmağınızı bir 15-20 dəqiqə belə saxlayın, ağramayacaq. Bək-bək sıxın, görəcəksiniz ağrıyır da. O da elədir də, o da sıxılır, 5-10 dəqiqədən sonra başlayır ağramağa da. O boşalmasa elə mədə sıxıntısı verir, nə bilim, bağırsaqda problem, belə diskomfortluq yaradır. Ürək əzələlərini sıxır,
O əzələləri sıxır, koma verir boğazda. Bəzən udquna da bilmirsiniz. Tamam mı? Yəni mədədə də elə bir əzələ sıxıntısı olur ki, bəzilərinizdə ola bilər. Hiss edirsiniz ki, diliniz elə bir ki, qatdalanmaq istəyir, ondan qorxursunuz. Göz əzələləri tarıma çəkilir. Yəni uzun məsələlərdir bir sözlə. Ona görə də mənim əzizlərim, mən özümün həkimiyəm, mən özümə kömək eləyərəm psixoloji sahədə, yəni bu sahədə mümkünsüzdür. Patoloji özün həkimi ola bilərsiniz. Yəni patoloji xəstəliyi tutmamaq üçün onlar proqramlardır. Necə yaşamaq lazımdır, necə qidalanmaq lazımdır, necə yatmaq lazımdır, necə durmaq lazımdır, necə aktiv həyat keçirmək lazımdır. Bu proqramla bəli, özünün həkimi ola bilərsən. Amma psixoloji durumda bu işləmir belə şeylər. Tamam mı? Yəni nə qidalanmağa baxır, nə aktivliyə baxır, nə o birisine, nə bu birisine. Heç nəyə baxmır. Bu psixoloji durumdur. Pozulur, neyromediatorlar disbalans olur, sonra istəyirsiniz belə nə indirsiniz eləyin özünüzə, belə nə cross qaçın, nə bilim turnikdə sallanın, nə bilim nə istəyirsiniz eləyin, ta ki o düşüncələr dəyişilməsə mümküniyyətsizdir. Siz özünüzlə o düşüncələri təbii dəyişə bilmirsiniz, texnikaları çünki bilmirsiniz, o dərəcədə savadınız da yoxdur, yollarını bilmirsiniz, siz axı nevrozsuz, sizdə axı dopamin neyromediatoru aktiv deyil, siz axı heç nəyi düzgün interpretasiya edə bilmərsiniz, siz necə kömək eləyə bilərsiniz özünüzə? Dopamini olmayan adam öz-özünə necə kömək eləyə bilər? Özünüz bir dənə düşünün də. Sizdə bütün neyromediatorlar disbalansdır. Siz heç bir düşüncəni düzgün interpretasiya eləyə bilmirsiniz. Sizdə prefrontal korteks zəifdir, analiz eləyə bilmir, məntiq tapa bilmir. Pozulub. Siz bunu necə öz-özünüzə kömək eləyə bilərsiniz? Mənə çatmır. Ona görə də bu əsassızdır və heç də əlləşməyin buna görə, vaxt itkisidir. Siz daha da usul-bileyni olacaq, daha da dərinləşəcək, tamam mı? Siz indi mənə baxmayın, indi mənə sual qoyarsınız ki, bəs siz necə eləmişsiniz? Mən dəfələrlə demişəm sizə ki, mən bu sahəyə nevroza görə gəlmişəm. Mən yox, bütün alimlər. Ellison özü kognitiv terapiyanı yaradıb. O özü küçə alimi ilə məşğul olub da bu imini nevroza görə o psixologiyaya gəlir. Və onu kimi bütün psixoterapevtlər, psixologların bir çoxları alimlərdən gedir söhbət. Bir çoxları iminli bu xəstəliyin ucbatından gəlib bu sahəyə. Tamam mı? Mən də o cümlədən. Mən də uşaq vaxtından xəstə olmuşam və başlamışam oxumağa, çalışmağa, bitirməyə, kurslara, filanlara, sessiyalara, çox şeylər olur. Və belə çıxış yollarını tapmışam, öz üzərimdə bütün texnikaları istifadə eləmişəm. Ona görə də hər bir texnika, şablon texnikalar işləmir. Anlatabildim mi? Bəziləri işləmir. Mən öz üzərimdə istifadə eləmişəm, görürəm ki, bu texnikalar işləmir də, üzərimdə işləmişəm. Köməyi yoxdur. Başqa texnikaya fırlatmışam, bir balaca dəyişikliklər özümdən eləmişəm. Belə nəticələr almışam və o nəticələrin əsasında indi cəmaata texnikalarla müalicə aparıram. Kim istini istəyir, kim məni dərk eləyir, məni başa düşür. Elə adam var ki, 100 dəfə eyni şey deyirəm, xeyri yox. Qətiyyətlə bu insan beyninin neyronlarını aktivləşdirməklə arası yoxdur. Bu
iminli bu nevroza xəstəlik kimi, çox pis xəstəlik kimi baxır, beyninə də onu yer edib. Anlatabildim mi? Patolojik xəstəliklə psixoloji xəstəliyi bu qarışdırıb, bu elə bilir ki, bu da patolojik xəstəlikdir. Bu məni hardan tutdu, heç bilmir, bu necə gəlib buna. Anlatabildim mi? Və mən bundan qurtulmaq üçün nəsə mən dərman tapılmalıdır, içməliyəm, tez olmalıdır, ya da mənə elə bir sehirli söz deməlilər, mən bəlkə sağaldım. Anlatabildim mi? Ona görə də sağalmırlar. Çünki qətiyyətlə ağıl işlətmək istəmirlər. Qətiyyətlə. Вот так. Понятно? Belə-belə işlər. Özünüzə yaxşı baxın. Nə suallarınız olsa verin, utanmayın, yazın. Paylaşın videoları. Qoy daha insanlar çox bilsin ki, həkimlərin, bəzi psixoloqların, bəzi həkimlərin, nerpatoloqların, nevroloqların şeyi olmaz, qurbanı olmasınlar. Tamam mı? Yəni bunları mən nəyə görə açıqlayıram? Bunu heç bir həkimlər açıqlamır. Nəyə görə bunları deyirəm? Siz biləsiz də, yəni bunun yollarını biləsiz, müalicə metodunu birbaşa gedə biləsiz, daha dolayı yolla yox. Birinci nerpatoloq, o nerpatoloq biraz ucuz başa gəlir deyə birinci ora müraciət edirsiniz. Səhvdir. Sonra olursunuz xroniki nevroz. Anlatabildim mi? Sonra deyirsiniz ki, mən niyə sağala bilmirəm? Çünki siz xronikisiz. Xroniki nə deməkdir? Sağalmayan xəstəlik. Eləməyin belə şeylər. Tamam mı? Özünüzə yaxşı baxın. Öpürəm. Nə suallarınız varsa yaza bilərsiniz YouTube-a. Mən görəndə cavab verirəm. WhatsApp-ım da 24 saat aktivdir. Nə suallarınız olsa verə bilərsiniz. Böyük məmnuniyyətlə cavablandırıram. Vaxtım olan kimi. Özünüzə yaxşı baxın. Sağ olun. Sağlıqla qalın.